Bakıda və Abşeron yarımadasında fevralın 4-dən 6-sınadək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə qeyd olunan günlər ərzində paytaxt və ətraf ərazilərdə fasilələrlə yağıntı müşahidə olunacaq. Xüsusilə fevralın 4-ü gündüz saatlarında, eləcə də 5-i gecə bəzi ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal edilir. Havanın arabir tutulacağı, rütubətin artacağı və küləyin güclənə biləcəyi də istisna olunmur. Məlumata əsasən Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşam saatlarından başlayaraq 5-i səhərədək yağıntılı hava şəraiti hökm sürəcək. Bir sıra bölgələrdə qar yağacağı, bəzi yerlərdə isə yağıntıların intensiv xarakter alacağı proqnozlaşdırılır. Xüsusilə dağlıq və dağətəyi rayonlarda qarın daha güclü olacağı gözlənilir. Sinoptiklər xəbərdarlıq edir ki, fevralın 4-ü 6-sında dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı yüksəkdir. Bu səbəbdən sürücülərə diqqətli olmaq, sürət həddinə əməl etmək və təhlükəsizlik qaydalarını gözləmək tövsiyə olunur. Həmçinin ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi bildirilir. Temperaturun enməsi ilə əlaqədar olaraq əhali isti geyinməyə və xüsusilə səhər və axşam saatlarında ehtiyatlı olmağa çağırılır. Qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.